Doğramaç hazırladım. Ətri çok süperdir. Əsl yay yemeği. Süper. Bol vitaminli. Çok dadlı. Mənə lazım olan ərzaqlar: qatıq, 2 stakan, 1 stakan su, 2 dənə xiyar, şüyüd, keşniş və soğan. Qatıqları tökürəm qaba. Üzərinə tökürəm suyu. Bunu yaxşıca qatışdırıram. Qatıq açılsın suyun içində. Belə. İndi bunu qoyuram kənara. Xiyarları kubik doğrayıram. Belə xırda belə kəsirəm. Doğrayıram. Koyuram qatığın içinə. İçinə göyərtiləri doğramağa. Şüyüdü də doğradım. Tökürəm üzərinə. İndi keşnişi doğrayıram. Soğanı isə az götürürəm. Belə bu qədər. Soğan da doğradım. Zövqə görə, ağız dadınıza görə duzu və qara istid əlavə edirik. Ətirlər o qədər gözəldir. Duz və qara istid əlavə edirəm. Zövqə görədir. Kim nə ədviyyalar istəsə əlavə edə bilər. Dadını yeyənlər bilər. Siz də hazırlayın. Çox tez hazırlanır. Çox dadlıdır. Əsl yay yemeği. Süper. Bol vitaminli. Çok dadlı.